Amma digər haramlar isə o elə belə də haramdır. Digər aylarda da haramdır, digər günlərdə də haramdır. Amma Ramazanda insan gör necə adi su belə içmir. Hansı ki su öz-özlüyündə haramdır, amma Ramazanda Allah Teala bunu səhərdən axşama qədər haram edib. Və insanda sual yaranır ki, mən nə üçün bunu edirəm? Allahın rizasını qazanmaq üçün deyilmi? Əgər mən Allahın rizasını qazanmaq üçün özlüyündə halal olan işlərdən belə çəkinirəmsə, onda özlüyündə haram olan işlərdən necə çəkinməliyəm? Və beləliklə insanda təqva hasil olur. Və bundan sonraki aylarda da təqva üzərində əməl etməsinə, özünü Allahın nəzarətində hiss edərək əməl etməsinə səbəb olur. Yəni Allahdan qorxmasına səbəb olur. Əgər mən Ramazan ayında Allahdan qorxuramsa, Ramazan ayında qorxduğum Allah məgər digər ayların Rəbbi deyilmi? Ramazan ayının Rəbbi bütün ayların Rəbbidir və insanda bu cür təqvanın yaranmasına səbəb olur. Və ona görə burada olan fürsətlərdən insan yaxşıca istifadə etməlidir ki, bu təqvanı əldə etsin. Və həmçinin başqa bir tərəfdən bənzədirlər Ramazan ayını, tək Ramazan ayı yox və digər fəzilətli günləri və gecələri axirət yolunun kənarında olan iman doldurma dayanacaqlarına bənzədirlər. Elə bil ki, insan yol gedir, yanacaq qurtardığı zaman yolun kənarında müəyyən məsafədən bir yanacaq doldurma dayanacaqları var və yanacaq doldurur, yenə yoluna davam edir. Yenə azaldığı, sarı işıq yandığı zaman yenə dönür. Yenə doldurur, yenə elə bil ki, yolun kənarında o dayanacaqların olması, yəni insanın o yolu daha gözəl, daha mənalı şəkildə davam etdirməsinə səbəb olur. Və eyni ilə də axirət yolunun kənarında, yəni Allah Teala bu cür günləri, ayları təyin edib ki, insan bu günlərdən yaxşı istifadə etsin. Yəni bunlar yanacaq doldurma, yəni iman doldurma dayanacaqlarıdır. Əgər insan bunda yaxşı istifadə edərsə, onun növbəti dayanacağa çatdırır. Ondan sonra Zilhiccə ayı var, Muharram var və digər fəzilətli gecə və günlər insanın istifadə etməsi onun bu yolu, ahirətə aparan yolunu faydalı şəkildə iman üzərində davam etdirməsinə səbəb olur. Əgər insan istifadə etməzsə, necə yolunu davam edəcəkdir? Əgər insan yəni bu ayda tövbə etmirsə, nə vaxt tövbə edəcəkdir? Əgər bu insan bu ayda günahlara son qoymursa, günahlarını tərk etmirsə, başqa hansı ayda tərk edəcəkdir? Və buna görə də insan bunu yaxşı anlamalı, dərk etməlidir ki, yəni onun təmizlənməsi üçün bu ay böyük bir fürsətdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən samə Ramadana imanən və ihtisabən ğufira lehu ma taqaddam min zənbi. Yəni kim Ramazan orucunu iman gətirərək və savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Növbəti hədisdə isə buyurur ki, "Mən qamə Ramadana imanən və ihtisabən ğufira lehu ma taqaddam min zənbi." Yəni kim Ramazanın gecələrini inanaraq və savabını Allahdan umaraq qiyamda keçirərsə, keçmiş günahları bağışlanar. Və üçüncü hədisdə isə deyir ki, "Mən qamə leylətəl qadri imanən və ihtisabə." Kim Qədir gecəsini iman gətirərək və savabını Allahdan umaraq keçirərsə, qiyamda, namazda, ibadətdə keçmiş günahları bağışlanar. Yəni burada bağışlanmaq üçün fürsətlər vardır. Əgər bunlardan biri ötdüsə, insan ikincisini ötürməməli. İkincisi ötdüsə, üçüncüsünü ötürməməli. Əgər insan bu bağışlanma fürsətlərini ötürərsə, elə bir ki, məhrum sayılır. Artıq xeyirləri itirmiş sayılır. Yəni oruc nə üçündür? Yəni şəriət
Yəni bizdən sadəcə ac qalmağımızı istəyir. Əlbəttə ki, Allah Teala bizim ac qalmağımızı və bizə əzab verməyimizi istəmir. Əzab verməyi istəmir. Çünki Allah Teala Erhamur Rahimindir. Ən böyük mərhəmət sahibidir. Və hətta oruc ayələrində buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. O sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Deməli, onda bunun üzərində məqsəd var. Təqvanın əldə olunması, insanın bağışlanması. Deməli, iman gətir. Onun üçün buna hədisin ləfzlərinə fikir verməliyik ki, iman gətirərək. İman, nəyə iman gətirir insan? Bu orucun fərz olmasına iman gətirir. Və bunun dini ayinlərdən olmasına iman gətirir. Və burada olan savabı təsdiq edərək, mükafatı təsdiq edərək oruç tutarsa və bir də ihtisəbən, yəni Allahdan savab umaraq. Yəni ihtisab sözünün mənası savabı Allahdan umaraq tutması və həmçinin mənalarından birinə gəlir ki, ixlasla Allah üçün tutarsa və həmçinin mənalarına gəlir ki, rəğbətlə savabı savabı Allahdan umaraq, rəğbətlə və eyni zamanda könül xoşluğu ilə sevinərək insan tutmalıdır. Amma bir çoxumuzda bəzən olur ki, yəni insan bu ayın gəlişini bir ağır görür. Bəzən of eləyir, yenə gəldi ay, aclıq ayı gəldi. Əgər insan belə oruç tutursa, Allah Teala'nın o insanın orucuna ehtiyacı yoxdur. Yəni insan bu qonağın gəlməsinə sevinməlidir. Sevinərək bu ayı, bu orucları tutmalıdır. Yəni günlərini uzun görməli deyil, ağır görməməlidir. Çünki Allah Teala buyurur ki, əyyəmən mə'dudət. Yəni bu oruç günləri bəlli günlərdir, çox deyil. Yəni 12 ayın içərisində 360 günün içərisində azdır, bəlli günlərdir. Və ona görə insan bağışlanmaq istəyirsə, iman gətirərək və bu əməlləri, orucu savabını Allahdan gözləyərək, könül xoşluğuyla, sevinərək, sevinclə, rəğbətlə tutmalıdır ki, bağışlanma hasil olsun. Və həmçinin çalışmalıdır ki, təravih namazları, gecə namazlarını da eyni ilə. Yəni uzun görməməlidir, ağır görməməlidir. Deməli, o namazı belə insan könül xoşluğu ilə qılması onun bağışlanmasına səbəbdir. Və həmçinin Qədir gecəsi. Əgər bunlar ötdüsə, heç olmasa insan çalışmalıdır. Qədir gecəsini keçirdiyi zaman iman gətirərək, inanaraq, yəni bu gecənin, Qədir gecəsi haqqında dəlillər gəlib, Qədir gecəsi var, inanır buna və həmçinin o Qədir gecəsini də savabını Allahdan umaraq, sevinclə, rəğbətlə keçirməlidir ki, günahlar bağışlansın. Yəni, bağışlanmaq üçün böyük bir fürsət var. Və həmçinin orucun həqiqəti haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, as-siyamu cünnə. Oruc bir qalxandır. Oruc bir qalxandır. Kəcünnəti əhədikum. Sizin birinizin döyüşdə olan qalxanı kimi. Qalxan insanı döyüşdə qoruyur. Qılıncın zərbəsindən, oxdan, nizədən qoruyur. Və həmçinin oruc da oda qarşı bir qalxandır. Oda qarşı bir sipərdir. Amma necə tutarıqsa sipər olur? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, as-siyamu cünnətun mə ləm yaxriqa bil ğibə. Oruç bir qalxandır, insan onu qeybətlə yırtmadıqca. Təsəvvür edin ki, döyüşə çıxmışsan qalxanla, qalxan yırtıqdır. Qılınc dəyir, keçir. Ox gəlir, keçir. Elə bir ki, sadəcə adı var, varlığı ilə yoxluğu eynidir.
Və həmçinin yəni insan oruç tutduğu zaman onu yırtarsa qeybətlə və həmçinin digər hədislərdə gəlir rafəslə. Rafəsə aiddir insanın əxlaqsız sözlər danışması, söyməsi və həmçinin digər rəvayətdə gəlir ki, vələ yasxab, qışqır bağırmasın. Deməli, qışqırıb bağırması yırtır. Cahillik etməsin. Cahillik. Yəni, cahilliyə bir çox şeylər daxildir. Cahillik etmək, insanlara qarşı düşmənçilik etməsidir, aldatmasıdır, alış-verişdə aldatmasıdır, yalan danışmasıdır. Bunlar hamısı yenə cahilliyin içərisində daxildir. Və yaxud da indi asanlaşıb cahillik etmək, internetə girərək, sosial şəbəkələrdə kimisə təni etməsi, ləqəb qoşması, ləkə yaxması. Bəzən də olur ki, insan başqa adlarla girir, öz adıyla yox, başqa adlarla, tanınmayan bir adlarla. Amma bilmir ki, Allah Teala onu bilir. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Yəni, insanın danışdığı elə bir söz yoxdur ki, onu yazmaq üçün iki hazır mələk olmasın. Deməli, əgər insan bu əməllərlə yırtarsa, oruc onda qalxan olmur. Və buna görə də nə qədər ki, ələ Ramazan ayı təzə başlayıb, sual verməyik özümüzə. Yəni, hansı orucu tuturuq? Hansı oruc? Keçərli oruc, yoxsa o oruc ki, insanı tərbiyələndirir. Həqiqi oruc. O üzərində mükafatların hasil olduğu oruc. İnsan əvvəldən sual verməlidir. Əgər istəyirsə ki, o bağışlanmalar hasil olsun, mükafatlar hasil olsun, onda orucu gerçəkləşdirməlidir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən ləm yədə' qavləz-zur vəl-əmələ bihi fəleysə lillahi həcətun fi ən yədə'ə ta'amə və şərabə. Əgər insan yalan sözü, yalana əməl etməyi və cahilliyi tərk etməzsə, Allah Teala'nın o insanın yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Və ona görə sahabə deyir ki, sizdən birinin oruclu günü olduğu zaman gərək onun gözü də oruç tutsun, qulağı da günahlardan oruç tutsun və dili də yalandan oruç tutsun. Yəni, oruç sadəcə yemək və içməkdən ibarət olsaydı nə asan bir iş olardı. Ona görə hədisdə gəlir ki, Rubbə saim leysə ləhu min siyamihi illəl-cu' və ataş. Yəni, bəzi oruç tutanlar vardır ki, onlara orucundan yalnız susuzluq və aclıq qalır. Rubbə qaim leysə ləhu min qiyamihi illəl-səhər və təab. Və bəzi gecə namazı qılanlar vardır ki, onlara namazından yuxusuzluq və yorğunluq qalır. Nəyə görə? Ola bilər ki, riya olduğuna görə və yaxud da fikir başqa yerdə olduğuna görə. Namazdadır, imam hansı suranı oxuduğunu bilmir. İmam soruşursa hansı suranı oxuyur bilmir. Yəni, belə olanda artıq namazın savabı insana çatmır. Və həmçin sonda yəni mühüm bir məsələni də xatırladaq. İlahi hədisdə Allah Teala buyurur ki, Ənə ində zanni abdi bi. Mən qulumun mənə olan zənni yanındayam. Fəlyəzunnə bi mə şəə. İstədiyini zənn etsin. Və buna görə insan bu hədisə əsasən zənnini gözəlləşdirməlidir. Yəni, bağışlanacağı haqqında zənnini gözəlləşdirsin. Yəni, elə zəndə olmalıdır ki, yəni, mən Ramazandan anadan doğulduğum kimi təmiz halda çıxacağım. Yəni, bütün günahlardan bağışlanmış halda çıxacağım. Yəni, insan bəzən elə düşünür ki, yox, mən bağışlanmaram. Günahlar çoxdur. İnsanın günahları nə qədər çox olsa da, Allah üçün onun bağışlaması asandır. Və buna görə insan həm əməl etməli, tövbə ilə başlamalı namazanla və bağışlanma səbəblərindən tutaraq zənnini gözəlləşdirməlidir. Yəni, bir var insanın quru zəndə olması, heç bir əməl etmədən, amma bir də var əməl də edir və eyni zamanda zənnini gözəlləşdirir ki,
mən bu aydan bağışlanıb çıxacağım. Yəni anadan doğulmuş kimi təmiz olaraq çıxacağım. Əgər insan zənni gözəl olarsa, Allah Teala onun zənni yanındadır. Və buyurur ki, فَلْيَظُنَّ بِمَشَى mənim haqqımda istədiyini zənniniz. Yəni Allah barəsində zənnini gözəlləşdirməlidir ki, Allah Teala onu təmizləyəcək, onu bağışlayacaqdır. Və Allah Teala'dan istəyirəm ki, hər birimizi bu ayda bağışlananlardan etsin və bu ayı gerçəkləşdirənlərdən, doğru şəkildə, düzgün şəkildə tutanlardan, yerinə yetirənlərdən etsin.